Salam əziz şagirdlər. Biz bugün ikinci qruplar üçün 10-cu sinifdən coğrafiyanın sınavlarının izahına baxırıq. 31-ci sual. Azərbaycanda Kaynəzə erasının süxurlarının geniş yayıldığı ərazilər. Biz bilirik ki, Kaynəzə erasının 3 dövrü var. Paleogen, neogen, antropogen. Bu süxurlarda 1, 3 və 2-ci rəqəmlərin olduğu yerdə yayılıb və burada cavab D bəndidir. 32-də Kür çayının sol sahilində yerləşən düzənliklər. Kür çayının sol sahilində yerləşən düzənliklər burada sağ zonasına düşür. Şirvan solundadır. Acınahor da solundadır. Buradan B variantıdır. Gülüstan ümumiyyətcə Kür sahilində yerləşmir. Qarabağ Kürün sağında, Hərami də Kür sahilində yerləşmir. 33-cü suala baxırıq. Azərbaycan relyefi ilə bağlı səhv fikri seçin. A bəndi Böyük Qafqaz dağları şimal-qərbdən cənub-şərqə alçalır. Doğrudur. Kiçik Qafqaz tektonik zonasının ən hündür yeri Zəngəzur silsiləsində yerləşir. Doğrudur, qapıcıqdır. Talış dağları Kiçik Qafqaz tektonik zonasına aiddir. Doğrudur. Şirvan düzü Kür dağı arası çökəkliyin ən böyük düzüdür. Bu da doğrudur. Şirvan düzü abrozyon düzənliklərə aiddir. Xeyr, abrozyon düzənliklər bir-iki dəniz dalğaların yaratdığı düzənliklərdir. Şirvan düzünün olduğu ərazidə Xəzər dənizinin heç bir əlaqəsi olmadığına görə burada cavab E variantı olur. 34. Okean dibində ən çox ərazi tutan relyef forması bunlar abissal düzənliklərdir. C variantı. 35-də deflyasiya prosesinə aiddir. Deflyasiya küləyin yaratdığı relyef formalarına aid olan bir şey seçməliyik və barxanlar, duyunlar buna aid bir cavabdır. 36 planetar relyef formalarına aiddir. Planetar relyef forması materikimizin ən böyük relyef formaları, materik çıxıntıları, okean çökəkləri və nəhəng dağ silsilələrindən ibarətdir ki, burada Ant Kordilyeri seçmək olar. Yəni bunların içərisində onsuz da ən böyüyü Ant Kordilyeridir. 37-ci suala baxırıq. Uyğunluğu tapın. Uyğunluğu tapın. Biz bu testi artıq variantlardan getməliyik. Baxaq, birinciyə A uyğun gəlirmi? 1. A-nütün işarəsidir. A gümüşlü deyil, A-nüt deyil. Ona görə bu səhvdir. İkinciyə baxsaq, ikinci polimetalın işarəsidir. Zəylik polimetal deyil. İkinci polimetal B, göydərə polimetal deyil. Kromitin işarəsidir. Üçüncüyə baxsaq, üçüncü qızıldır. Qızıla D veribdir qoşa. Doğrudur, qoşa vecləri qızıl yataqlarıdır Azərbaycanın. Azərbaycanın ucqar nöqtələrinə aid deyil. Azərbaycanın ucqar nöqtəsi Tinov-Rosso cavabı olacaq. Çünki cənubda Astara çayıdır, qərbdə Candar göldür, şərqdə Şahdilidir, şimalda Quton dağdır. Tinov-Rosso sadəcə Böyük Qafqaz dağlarının ölkə ərazisinə daxil olan hissəsidir. 39-da Azərbaycanın şərqdən qərbə təqribən 500 kilometrdir. Azərbaycan şərqdən qərbə 500 kilometrdir. Bir bölünsün 500 miqyası xəritədə neçə santimetrdir? Biz buradan 5 sıfır siləndə miqyasda 1 santimetrdə 5 kilometr almış oluruq. Və x santimetrdə də 500 kilometr yazaraq, sadə tənasüb quraraq bu məsələni həll eləyərik. Biz buradan x bərabərdir 500 bölünsün 5 və oradan da 100 almış olmalıyıq. Cavabımız E bəndidir. 40-cı sual. Hind-Avstraliya və Avrasiya tavasının toqquşması nəticəsində yaranan dağ silsilələri. Burada Himalay uyğun gəlir Hind-Avstraliyanın Avrasiyanın toqquşmasına. Kordilyer yoxdur. Skandinaviya qədim dağdır. Ant dağları yenə aidiyyəti yoxdur. Amerikada yerləşir. Atlas dağları da Afrikada yerləşir. 41. Himalay dağlarının relyef profilini təsvir etmək üçün kəsmə yüksəkliyi 500 metr olan neçə horizontal lazımdır? Himalay dağlarının hündürlüyü 8848-dir. 8848-i biz bölməliyik 500-ə. Burada bir dəfə yerləşsə 500 yazsaq 4, 8, 3, 8. 3800-də 7 dəfə yerləşir. Bu eləyir 3517. Biz horizontal məsələlərini işləyəndə hər zaman 0-cı horizontal kimi 17 plus 1 yazmalıyıq. Buradan cavab 18 olaraq D bəndi alınmalıdır. Sonra biz baxırıq 42-ci suala. 3 yarımkürədə yerləşən materik. Bir materikin 3 yarımkürədə yerləşməsi üçün onu ya 0 dərəcəlik coğrafi enlik, ya da 0 dərəcəlik coğrafi uzunluğun kəsməsi, ya da 180 dərəcəlik coğrafi uzunluğun kəsməsi lazım. Sadəcə biri kəsməlidir. İkisi kəsərsə 4 yarımkürəyə düşür. Şimali Amerika 2 yarımkürəyə düşür. Heç birisi kəsmədiyi üçün. Cənubi Amerika
3 yarımkürədir. Avstraliya heç birisi kəsmir. 2 yarımkürədir. Bu variant da səhvdir. Antarktidanı Qrinviç kəsdiyi üçün 3 yarımkürəyə düşür. Yəni cənubda, qərbdə və şərqdə yerləşir. Cənubi Amerikada da şimalda, cənubda və qərbdə yerləşir. Buradan C variantı uyğundur. Arid deniləsiyon relyef forması. Arid deniləsiyon relyef formaları bilirik ki, quraq ərazilərdədir. 5 və 1 dağlıq ərazilərimiz olduğu üçün bura çox da quraq əraziləri saya bilmərik. Altında eyni variantda küre ovalığın içərisində arid deniləsiyon relyef formaları çox yayılmışdır. 2, 3, 4 cavabından C bəndini götürmüş oluruq. 44-cü suala baxırıq. Qərb yarımkürəsində yerləşən Faylı dağ. Faylı dağ deyəndə bizim ağlımıza qədim dağ gəlməlidir. Qədim dağ deyəndə də Mezozoy və Paleozoy erasının dağını düşünərək Paleozoy erasından Apalaç dağlarını seçə bilərik. 45. Səhralarda hansı eksogen proseslər daha güclü olur? Səhralarda küləyin yaratdığı relyef formaları daha güclü olur və küləyə də biz deflyasiya deyə bilərik. Deflyasiya qumların sovrulması deməkdir. 46. Ön Qafqaz tektonik çökməsinə aiddir. Ön Qafqaz tektonik çökməsinə Qusar mali düzənliyin bir hissəsi, Şollar düzü və Samur dəvəçi düzənliklərə aiddir. Buradan Şollar düzü bizim doğru cavabımızdır. 47. Mezozoy erasının dövrləri. Mezozoyun dövrlərini biz bilirik ki, Trias, Yura və Tabaşirdir ki, burada C bəndinə uyğun gəlir. 48. Metamorfik suxurları seçin. Metamorfik suxur bir suxurdan digər suxura çevrilmişdir. Əhəng daşı mərmərə çevrilib metamorfik olubdur. Qum daşı da kvasitə çevrilib metamorfik olubdur. 49. Kür tektonik çökməsinə aid olan abrazion düzənliklər. Yenə abrazion sözü varsa burada dalğanın olması lazımdır. Və kür çökəkliyində dalğanın olacağı düzənliklər. A variantında Samur dəvəçi kür çökəkliyinə aid deyil, ön Qafqaz çökməsinə aiddir. B variantında Şollar ön Qafqaz çökməsinə aiddir. C variantında Salyan və Lənkəran hər ikisinin Xəzər çıxışı olduğu üçün bu aiddir. 50-yə baxırıq. Müvafiq olaraq silsilələri qeyd edin. 1 yan silsilədir, 2 Murov dağdır, 3 də Dərələyəz silsiləsidir. Buradan doğru cavab yan silsilə Murov dağ və Dərələyəz. B variantında cavab var. Buradan B bəndini götürürük. 51. Azərbaycandan 225 dərəcə azimutda yerləşən relyef formaları. Bura 180, bura 270 və bu istiqamətdə 225-dir. Yəni Azərbaycandan cənub-qərbdə olan relyef formalarını seçməliyik. Ant dağları olar, Amazon ovalığı olar. Burada elə cavab A bəndidir. 52-yə baxırıq. Dağ və düzənliklər hansı təsvir üsulu təsvir olunur? Dağlar və düzənliklər xəritələrdə keyfiyyət fonu üsulundan, yəni rənglərin rəng çalarları ilə təsvir olunduğu üçün B bəndini götürürük. 53-də Azərbaycan ilə su sərhəddi olan ölkələr, bu testlərdə su sözü yazılmalıdır. Azərbaycanla su sərhəddi olan ölkənin biri Qazaxıstan və digəri də Türkmənistandır ki, burada 2 cavabı götürə bilirik. 3 və 6 cavablar. Yox. 2 və 6 cavabları doğru cavabdır. 54. Böyük Qafqazda yerləşən mineral bulaqlar. İlisu. Bir çoxumuz bilirik ki, artıq Qaxda yerləşir. Tuşsu Şuşada yerləşir. Bədo İsmaildə yerləşir. Böyük Qafqaza düşür. Cimi Qubada yerləşir. Böyük Qafqaza düşür. Bayxır da Naxçıvanda yerləşir. Böyük Qafqaza düşmür. Bizim cavabımız 1, 3 və 4 cavablar olur. 55. Denudasiya prosesləri güclü olan ərazilər. Denudasiya olan kimi ağlımıza ilk gələn cavab yayla və dağlıq ərazilər olmalıdır. Yayla və dağlıq ərazilər olan ərazi Amazon ovalığına çıxırıq. Küləraz, Turan getdi. Cavabımız 2, 3 və 4 cavabları doğru cavabdır. 56. Qırışıq faylı dağlar. Bunlar onsuz 3 dağdır. Altay, Sayan və Tiyanşan dağları. 1, 2 və 5 cavabları doğrudur. 57. Uyğunluğu tapın. Neft yataqları. Azəri Çıraq, Günəşli neft yataqları idi. Muradxanlı da neft yataqlarıdır. Ona görə biz burada birinciyə A-nı, belə yazaq, birinciyə A-nı, D-ni və E-ni yazmalıyıq. İkinciyə də Şahdəniz, Ümid də bizim qaz yataqlarımızdır. İkinciyə də B-C cavabları uyğun gəlir. Situasiyaya baxırıq. Situasiyada 4 yarımkürədə yerləşən materikdə böyük ehtimal Afrikadan söhbət gedir. Dünyanın ən böyük sınma zonası yerləşir. Bəli, Şərqi Afrika sınma zonasıdır. Materikin şimalında geosinkron zona yerləşir. Doğrudur. Burada Atlas dağları yerləşir. Atlas, Afrika bizim cavablarımız. Hələ ki, materik qədim Qondvana qurusuna aiddir. Doğrudur. Materikdə həm filiz, həm də yanar faydalı qazıntılarla zəngindir. Cavablara baxaq. Daha doğrusu suallara baxaq. Materikdə paleozoy yaşlı dağlar hansılardır? Biz bilirik ki, Afrikanın paleozoy yaşlı dağları cənubunda yerləşmiş Əjdaha və Kap dağlarıdır.
Materikin cənubunda geniş yayılmış faydalı qazıntı, Afrikanın şimalında çökmə mənşəli faydalı qazıntılar, cənubunda isə filiz mənşəli faydalı qazıntılar yayılmışdır. Əsasən dəmir filizi, mis filizi, qızıl, Cənubi Afrika Respublikasında da daş kömür ehtiyatları yayılmışdır. Dəmir, mis, qızıl, daş kömür bizim əsas doğru cavablarımız olmalıdır. Materikin yerləşdiyi litosfer tavası hansıdır? Təbii ki, burada da Afrika litosfer tavasından söhbət gedir. Afrikanın özü tamamilə Afrika litosfer tavasının üzərində yerləşir.